Təşəkkür edirəm. Əvvəla Danimarkada keçirilən bu samit doğrudan da kifayət qədər önəmli bir samitdir. Ümumiyyətlə, möhtərəm cənab prezidentimizin son dövrlər, istər xarici səfərlər çərçivəsində, istər ölkəyə gələn rəsmilər çərçivəsində kifayət qədər zəngin görüşlər keçirilir və misal üçün sonuncu Danimarka səfərində də kifayət qədər bir sıra ölkələrin rəsmilərinin xahişləri, müraciətləri əsasında ikitərəfli danışıqlar, ikitərəfli müzakirələr olubdur və bu böyük bir, yəni təbii ki, Azərbaycana olan marağın göstəricisi, eyni zamanda cənab prezidentin dünya siyasi proseslərində kifayət qədər aydın mövqeyinin ortada olması ilə ifadə etmək olar. Macronla cənab prezidentin görüşü əlbəttə ki, Azərbaycanla müxtəlif bir əksər ölkələr demək olar ki, əməkdaşlığa can atır. Bu bir mənalı şəkildə. Azərbaycan beynəlxalq münasibətlər sistemində kifayət qədər aydın siyasət yürüdür və o siyasəti yürüdür ki, o siyasət təkcə region üçün deyil, dünya üçün kifayət qədər önəm kəsb edir və bu siyasət təbii ki, beynəlxalq hüququn, belə deyək ki, dünya siyasi proseslərində real gücünün göstərilməsinə təkan vermə amili, təkan vermə anı kimi özündə əks olunur və əlbəttə ki, Macron da reallığı artıq dərk edir, Macron da reallığı görür və Azərbaycan regionda, təbii ki, dünyada gedən bu proseslərdə artan gücünü açıq və aydın şəkildə görməkdədir. Uzun illər Fransanın siyasəti bizim üçün bəlli olubdur. Region üçün, təkcə region üçün deyil, ümumiyyətlə bizim müxtəlif siyasi sferalarda bir sıra ölkələrlə görüşlərdə Fransanın bədnam mövqeyi aydındır və Fransa, hətta mən deyərdim ki, artıq tarixin, belə deyək ki, tarixdə qalmış, artıq belə deyək ki, o 30 illik, belə deyək ki, münaqişə dövründə hətta Fransanın ATƏT-in Minsk qrupunun həmsədri olduğu dövrdə, tarixin arxivinə atılmış artıq o Minsk qrupunun, belə deyək ki, həmsədri olduğu dövrdə kifayət qədər riyakar siyasət yürüdür və əlbəttə ki, regionda nəinki sabitliyin bərpa olunması, bərqərar olması, əksinə sabitliyin pozulmasına yönəlmiş, sülhün pozulmasına yönəlmiş siyasət yürüdür. Amma bu günləri dünyada gedən siyasi proseslərin mənzərəsi fərqli mənzərədə inkişaf etməkdədir. Artıq Azərbaycan kifayət qədər regional layihələrin və təbii ki, regionda sülhün bərpa olunması ilə bağlı irəli sürdüyü təşəbbüslər reallığa çevrilməkdədir və Azərbaycan avqustun 8-də Amerika Birləşmiş Ştatlarında, Vaşinqtonda Amerika prezidentinin iştirakı ilə keçirilmiş Azərbaycan prezidenti və Ermənistan baş naziri arasında görüş və təbii ki, sülh müqaviləsinə yönümündə atılmış ən mühüm addımlar artıq Fransada bunu görməkdədir və Fransada aydın dərk eləyir ki, artıq Azərbaycanla münasibətləri yaxşılaşdırmaq lazımdır. Bir mənalı şəkildə regionda və ümumiyyətlə bütün bu prosesləri diktə eləyən, ümumiyyətlə siyasi proseslər, ümumiyyətlə iqtisadi proseslərdə Azərbaycanın rolu danılmazdır. Həm də ədalətli yanaşmadan söhbət gedir. Azərbaycan beynəlxalq hüquqa hörmət edir, ədalətli yanaşma sərgiləyir. Və bu vacib məsələlərdən Fransa bunu görür, Fransa. Təkcə regionda deyil və ümumiyyətlə Avropanın həm siyasi proseslərində, həm iqtisadi belə layihələrin reallaşmasında Azərbaycanın gücü göz önündədir və Azərbaycan Avropanın enerji təchizatında mühüm rola malikdir. Bunu hamı görür və hamı təbii ki, bunu görməmək sadəcə olaraq mümkün deyil və o baxımdan düşünürəm ki, Fransa artıq bunları dərk etməkdədir və Azərbaycanla münasibətləri və möhtərəm cənab prezidentimizlə də Macronun görüşü çərçivəsində ikitərəfli münasibətlərin yaxşılaşması yönümündə müzakirələr gedibdir və eyni zamanda növbəti, belə deyək ki, əməkdaşlıq çərçivəsində reallaşacaq bütün bu münasibətlər, ikitərəfli münasibətlər fonunda əməkdaşlıq çərçivəsində reallaşacaq işlərlə bağlı geniş müzakirələr aparılıbdır. Əlbəttə ki, bu demək olar ki, artıq Macron Azərbaycanın, belə deyək ki, Azərbaycanla münasibətlərin yaxşılaşması yönümündə düşünürəm ki, artıq öz fikirlərini korrektə edibdir və Azərbaycanla bu münasibətlərin yaxşı olması təbii ki, Fransa üçün də kifayət qədər önəm kəsb eləyir. Uyğundur. Orta dəhliz məsələsi var.